Dünyanın ən təhlükəli 4 bitkisi. Bitkilərin zərərsiz olduğunu düşünürsənsə, bu bitkiləri hələ görməmisən. Atropa belladonna. Qədim İtaliyada qadınlar bu bitkinin damcısını gözlərinə damızdırır, bəbəklərini böyüdərdilər. Adı belə qorxuludur. Gözəl qadın, amma ölümcül. Bir neçə yarpağı sinir sistemini iflic edir, halüsinasiyalar başlayır, nəfəs dayanır və sükut içində ölüm gəlir. Napolyon dövründə cəsuslar bu zəhərlə düşman generalları zəhərləmişdir. Ricinus communis, Hind yağı bitkisi. Bağlarda bəzək üçün əkilir, ancaq toxumlarında risin adlı zəhər var. Kimyəvi silah kimi tanınır. Yalnız 1-2 toxumu bir insanı 48 saat ərzində içdən yandıraraq öldürə bilər. 1978-ci ildə Londonda bir disistent bu toxumdan hazırlanan xüsusi çətir ilə öldürülmüşdür. Carbera odollanma, intihar ağacı. Hindistanın bəzi bölgələrində bu bitki özünü öldürmək istəyənlərin ağacı kimi tanınır. Toxumu ürək ritmini dəyişdirir, qurban sanki sadəcə yuxuya getmiş kimi görünür. Əksər hallarda otopsiya ilə belə səbəb aşkar edilmir. Cinayətkarlar üçün ideal silah, elm üçün qorxulu sirdir. Akonitium, su yüksüyü. Dağ çiçəyi kimi görünsə də ən ölümcül bitkilərdən biridir. Toxunmaq belə kifayətdir. Dəridən sorularaq ürək ritmini pozar, iflic edər. Qədim döyüşçülər oxlarını bu zəhərə batırar, düşmənə tək toxunuşla ölüm verərdi. Ən qorxulusu təsiri çox sürətli və geri dönülməzdir. Təbiət yalnız şəfa vermir, bəzən səssiz və zərif görünərək öldürür də. Və sizin bildiyiniz təhlükəli bitki varmı? Şərhlər bölməsində yazın.